Bismillahirrahmanirrahim. İnnemal mu'minûne ihvetun fe aslihu beyne ahawaykum vettakullâhe leallekum turhamun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين صدق الله العلي العظيم. Salam, əziz və hörmətli tamaşaçılar. İslam əxlaqı verilişində xoş gördük sizləri. Bizim bugün söhbət edəcəyimiz mövzu İslam əxlaqının, ümumiyyətlə əxlaqın Qur'an baxımından əhəmiyyəti və dəyəri haqdadır. Əlbəttə bunu qeyd edək ki, insana şəxsiyyət verən onun əməlləridir. İnsana şəxsiyyət verən onun düzgün danışıqlarıdır. İnsana şəxsiyyət verən ən başlıcası onun əxlaqı və ədəbidir. Həmin əxlaq ədəbi ki, Qur'an-ı Kərim o əxlaq ədəbdən bizə tərif eləyir. O əxlaq ədəbin necəliyini nədir? Bizə öyrədir. Qur'an-ı Kərimdə bir çox əxlaq yolları, tərbiyyət yolları bəyan olunmuşdur. Onlardan söhbət etməmişdən öncə bugün işarə edəcəyim məsələlər Qur'an-ı Kərimin əxlaqın özünə verdiyi dəyər və əhəmiyyətdən ibarətdir. Bayaq oxuduğum ayədə Cümə surəsinin 2-ci ayəsidir. Allah Teala buyurur ki, Huvəlləzi, Allah o Allahdır ki, bə'əsə fil ummiyyinə rəsulən minhum. Allah o Allahdır ki, ummilər arasında, yəni savadsız insanlar arasında bir peyğəmbər seçdi. İmam Sadiq əleyhissalamdan hədis var, buyurur bu ayəyə aid ki, ummi o kəslər deyil ki, heç savadı olmaya. Çünki Ərəbistan yarımadasında da Həzrət Rəsulullah zamanında müəyyən insanlar müəyyən savadlara malik idi. Bəlkə bu kəlmədən məqsəd budur ki, peyğəmbər və ilahi düşüncədən məhrum qalan və savadsız insanlar. Yəni o dəstə insanlar ki, Allah tərəfindən onlara peyğəmbər göndərilməyib. İmam Sadiq əleyhissalam bu ummiyin kəlməsini bu cür açıqlayır. Allah Teala buyurur, mən onların arasında bir peyğəmbər göndərdim. Yətlu əleyhim ayatih. O insanların özünə Allahın ayələrini, Qur'an-ı Kərimi oxusun. Əvvəl ayələri oxusun. Və yüzəkkihim və onları təzkiyə eləsin, saflaşdırsın. Təzkiyə zəkat sözündəndir. Çox incə bir mənası var. Mənası inkişaf etmək mənasındadır. Burada isə məna eləsək, yəni Allah Teala buyurur, mən Həzrəti Rəsulullahı Ərəbistan yarımadası üçün və dünya üçün göndərdim ki, onların əxlaqi
dəyərlərini inkişaf elətsin. Onları çirkinliklərdən təmizləsin. Onların onları əxlaqi baxımdan və əxlaq dəyərləri baxımından nədir? İnkişaf elətdirsin. Və arxasınca buyurur və yuzakkihim və yuallimuhumul kitabə vəl hikmə. Mən onlar arasında bir peyğəmbər seçdim ki, onlara kitab öyrətsin, onlara hikmət öyrətsin. Hikmətdən məqsəd burada əziz tamaşaçılar budur ki, bəzi həqiqətlər var ilahi yanında, İslami həqiqətlər. Əhl-i beytin məarifi, əhl-i beytin dedikləri, əhl-i beytə ilahi tərəfdən deyilən sözlər və İslam dininin məarifi, İslam dininin elmləri özləri bir həqiqətdir ki, Allah Teala bu həqiqətləri nədir? Bəndələri öyrənməsi üçün öz tərəfindən peyğəmbər göndərir. Və in kanu min qəblu ləfi zəlalin mubin. Allah buyurur, buna baxmayaraq ki, bundan qabaq siz açıq, aşkar və zəlalətdəydiniz. Bu ayədə bir neçə nöqtə bizim üçün yararlıdır. Ondan biri budur ki, Həzrəti Rəsulullah gəldi, insanları hansı zəlalətdən qutardı? Qur'an-ı Kərimdə bir neçə dəstə ayə var. Bəzi yerdə Allah Teala buyurur, zəlalin bəid, bəzi yerdə zəlalin mubin, uzaq zəlalət, uzaq azğınlıq, üzr istəyirəm, və yaxud açıq, aşkar azğınlıq. Bu kimi təbirlər Qur'an-ı Kərimdə bir 30 dəfə belə deyək, rastlaşmaq olar. Və bunlardan məqsəd hansı azğınlıqlardır? Və Rəsulullah insanları gəldi, hansı azğınlıqlardan nicat verdi? O azğınlıqlar ki, Həzrəti Rəsulullah gəldi, insanları nicat verdi, onlardan biri buydu ki, onları evlad öldürməkdən nicat verdi, bəlkə evlad sevdirməyi öyrətdi. Çünki hamımıza məlumdur ki, Həzrəti Rəsulullah zamanında insanlar, xüsusən də ərəblər, qız uşaqlarını diri-diri dəfn eləyərdilər. Qız uşaqlarından xoşları gəlməzdi və diri-diri dəfn eləyərdilər. Bu onlar üçün nədir? Evlad öldürmək faciəsi idi. Ki, Həzrəti Rəsulullah evlad öldürməkdən onları nicat verdi, bəlkə evlad sevdirdi. Həzrəti Rəsulullah onları cəhalətdən nicat verdi, onlara elm bəxş elədi. Hətta tarixdə Həzrəti Rəsulullah döyüşlərində əsir düşən münafiq və kafirləri şərt etməsi üçün, azad etməsi üçün bu cür şərt qoyurdu ki, əgər sizdən biriniz 10 nəfər müsəlmana yazıb oxumaq öyrətsəniz, sizi azad edərəm. Bu, Həzrəti Rəsulullahın elmə verdiyi dəyər idi və cəhalətdən insanları uzaqlaşdırırdı. Həzrəti Rəsulullah insanları nədən uzaqlaşdırdı? Həzrəti Rəsulullah mal qarətindən, mal-dövlət qarətindən insanları uzaqlaşdırdı. Dedi, gəlin bu oğurluqdan əl çəkin, bəlkə bağışlayın, səxavətli olun. Nəinki mal-dövləti oğurlayıb mənimsəyəsiz, bəlkə onları bağışlamağı nədir? Öyrəşin. Həzrəti Rəsulullah insanları nicat verdi. Nədən? Nicat verdi ki, gəlin sələmdən, ribadan uzaq olun. Bəlkə çalışın halal pul qazanmağa. Çünki ərəblərdə adət idi sələm vermək, sələm almaq, bizim bugünün bəyanından, dilindən desək, qədim zamanlarda da müxtəlif yolları var idi ki, sələm alıb sələm vermək adəti idi. Həzrəti Rəsulullah onlara halal ticarəti öyrətdi. Həzrəti Rəsulullah onları nicat verdi şirkdən tək Allahlığa doğru. Həzrəti Rəsulullah onları nicat verdi tayfa davalarından, tayfa
döyüşlərindən birliyə doğru. İslam məhəbbəti üzərində, İslam əxlaqı üzərində nədir? Birləşməyə doğru onları çəkdi və yönəltdi. Həzrət Rəsulullah onları nicat verdi boş-boş dində olmayan xurafatlardan və onlara həqiqətləri öyrətdi. Bir sözlə desək, Həzrət Rəsulullah onları azğınlıqdan düzgün yola, sirat-i müstəqimə hidayət eləməyi öyrətdi. Və odur ki, Allah Taala iftixarla deyir və Qur'an-ı Kərimin başqa bir ayəsində Allah Taala buyurur: "Laqad menne alel mu'minina iz ba'asa fihim rasulan min anfusihim yatlu alayhim ayatihi ve yuzakkihim ve yuallimuhumul kitabe vel hikme." Allah Teala bu ayədə Ali İmran surəsinin 164-cü ayəsində buyurur: Allah sizlərə minnət qoydu, möminlərə. Siz möminlərin üzərinə minnət qoydu. Nəyi minnət qoydu Allah bizim üçün, möminlər üçün? İz bə'sə fihim rəsulən. O zaman ki, onların özlərindən bir peyğəmbər göndərdi. Nə üçün göndərdi? Göndərdi yətlu əleyhim ayatih. Allahın ayələrini, nişanələri onlar üçün oxuya və yaxud deyə. Və yuzakkihim və yuallimuhumul kitabə vəl hikmət. Onları əxlaqi baxımından düzəltdi, təskiyə elədi, təmizlədi və onlara kitab və hikmət öyrətdi. Allah Həzrəti Rəsulullahı bizim üçün göndərməsində bizə bir minnət qoymuş oldu. Və minnət dili ilə bunu bəyan eləyir ki, siz gərək, belə deyək, minnətlənmiş olasınız. Ona görə də Qur'an baxımından əxlaq bu qədər nədir? Dəyərlidir. Bu qədər dəyərlidir, Allah onu bir minnət ünvanı ilə bizə ünvanlandırır. Ünvanlandırır ki, bilin, əxlaqın Qur'anda dəyəri və Peyğəmbərin sizin üçün göndərilməsi və sizin Peyğəmbər sizi düzgün əxlaqa çəkməsi sizin üçün nədir? Mənim tərəfimdən bir minnətdir. Burada incə bir nöqtə də bu ayədə var ki, ona da işarə eləmək istəyirdim. O incə nöqtə bundan ibarətdir ki, əvvəl Allah Teala buyurur, mən sizə Peyğəmbəri gördüm, yətlu ayati. Allahın nədir? Ayələrini sizin üçün oxusun. Buradan bir nöqtə istifadə olunur. O bundan ibarətdir ki, Qur'an-ı Kərimə əvvəl qulaq asmaq, xüsusən də ərəb dilində qulaq asmağın özünün insan ruhunda və mənəviyyətində böyük dəyəri var. İkinci, Allah Teala buyurur ki, Qur'ana qulaq asdıqdan sonra və yuzakkihim. Sonra sizin əxlaqınız nədir? Paklanar. Sizin əxlaqınız ki, ikinci mərhələdə paklanar, üçüncü mərhələdə Allah Teala buyurur və yuallimuhumul kitabə vəl hikmə. Ondan sonra onlara kitab və hikməti öyrət. Bilirsiniz mənası nədir? Mənası bundan ibarətdir ki, əvvəl Allah Teala Qur'ana bizi qulaq astırmaqla mənəviyyətimizi, ruhumuzu belə deyək, yumşaldır biraz. Yumşaltdıqdan sonra paklanmağa bir zəminə olur. Axı, möhkəm yerdə, belə deyək, taxıl əkməzlər, buğda əkməzlər, toxum səpməzlər. Gərək biraz torpaq yumşaq ola. Əvvəl Qur'an səsi və sədası nəticəsində nədir? Ruhumuz yumşalır. Ruhumuz yumşaldıqdan sonra əxlaqi nöqtələri bizim ruhumuzda təsir eləyir. Kim deyir? Qur'an deyir, psixoloji baxımından mərhələləri bir-birinin arxasınca deyir. Və ondan sonra onlara kitab və hikmət öyrət. Əziz tamaşaçılar, bilirsiniz nədir? Bunun bir mənası bundan ibarətdir. O alim ki, onun əxlaqı yoxdur, onun elminin, öyrəşdiyi kitabın və həmçinin, belə deyək, öyrəşdiyi hikmətin heç bir mənası yoxdur. Əvvəl gərək alim, istər dini, istər qeyri-dini alim, gərək onun əxlaqı düzgün olsun.
Əgər əxlaqı düzgün olsa, cəmiyyətdə də nədir? Böyük təsir qoyar. Və Qur'an-ı Kərim ayənin axırında, Allah Teala bu ayənin axırında bir nöqtəyə də işarə eləyir. O nöqtə bundan ibarətdir ki, Allah buyurur, baxmayaraq ki, siz bundan qabaq azğın bir yoldaydınız, açıq aşkar azğınlıqdaydınız. Bundan bu istifadə olunur ki, hər zamanda insan olsa, hər bir zamanədə insan yaşasa, hər bir mədəniyyət içərisində olsa, onun dəyişmə imkanı var. Əxlaq elə bir şeydir ki, ona böyük təsir qoyar. Və odur ki, əziz tamaşaçılar, söhbətimi çox uzatmaq istəmirəm. Nəticə etibarilə demək istərdim ki, Allah Teala Qur'an-ı Kərimdə bir çox ayələrdə əxlaqdan və onun dəyərindən danışır. Və odur ki, əxlaq insanı saflaşdırır. Əxlaq insanı düzgün yola hidayət eləyir. Və əxlaq insanın ictimai və fərdi əməllərində böyük təsiri var. Və odur ki, insanlar özünü düzəltmək üçün öz əxlaqını əvvəl düzəltməlidir. Və odur ki, Allah Teala əxlaqa bu qədər Qur'an-ı Kərimdə dəyər verir. Və inşallah ümid edirəm ki, Allah Teala bizi həqiqi əxlaq sahiblərindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Ya kəşifən nəvaya, ya alimən xafaya, iğfir lənə zunubənə, vərfa'il bəlaya, iğfir lənə zunubənə, وارفع البلاء